söylənici şey. O sevinci siz bir də hiss eləmək istəyirsiniz də, belə başa düşək. Onda Məhəmməd, biz arzu eləyək ki, siz tezliklə qələbəyə nail olasınız. Yəni bir gün deyək ki, bütün bizim döyüşçülər yox. Məhz yuxarıda oturanlar. Yəni bizim bugünə qədər torpağı satanlar, öz kreslolarından əl çəkmək istəməyənlər xalqın haqqında düşünsünlər. Heç olmasa imkansız, köməksiz adamları nəzərə alsınlar, onların taleyi ilə oynamasınlar, onları düşünsünlər və biz də arzu eləyək ki, siz də torpaqlarımızı azad edin, əməlli başlı hücum getsin və müharibəni qutaraq. Həmin adamları məhz evlərinə qaytarmaq sizin öhdənizdə olsun və biz gələn dəfə gələndə görək ki, siz onları demək olar ki, indi kənddə 2-3 nəfər qayıdır kənddə, biz gördük əhali, uşaq, ailə, uşaq görəndə biz sevindik. Biz arzu eləyək ki, gələn dəfə siz bütün kəndi hamısı öz yerində olsunlar. Herhalde ancaq biz öz borcumuzdan yola düşmüşük, bu da bizim borcumuzdur, bunu yerinə getirəcəyik. Ancaq yuxarıda o vəzifə stol davalarını yığışdırsalar laf əla olar. Çox sağ ol. Eşitdim ki, bugünlərdə ayın 28-də sizin ad gününüzdür. İcazə verin mən bütün həmkarlarım adından, jurnalist həmkarlarım adından, eləcə də Xüsusi Təyinatlı Polis İstəsinin komandanlığı adına, şəxsi heyət adına sizi təbrik edeyim. Sizə uzun ömür, can sağlığı arzulayım. Və əgər belə bir imkan olsaydı ki, desəydilər ki, ad günü olanlar hansı mahnını eşitmək istəyir? Məhəmməd hansı mahnını eşitmək istəyirdi? Elə bir dənə həmişə o şeylərində Şuşanın mahnısı oğlan oxuyur, uşaq dağın başında. Amma yarımçı oxuyurlar. Və biraz göstərir, görsən reklam keçir başı. Elə mahnını oxusaydılar, polnis. Belə başa düşdüm ki, siz tacirin səsini eşitmək istəyirsiniz. Düz. Oldu. Öz yoldaşlarına da hamısını xidmət. Ən hazır nöqtələrdən birinə yaxın yerdə bürokrasında çalışırsınız. Bu vəziyyət necə? Sülh devletlərində indi vəziyyət necədir? Hələ ki, bu yaralar sakitdir. Sakitdir. Bəs bu nə vəziyyət necədir? Mən olub biləcəm. Bəlkə də rolü vasitəsi olmuyor ki? Müharibədir. Bəs bu günləri sizdə dərman ləvazimatı necə çatır mı? Hər şey çatır. Sarğı materialları, antibiotiklərlə təşkil olunmuş? Hər şey. Bu arada görürsünüzlər, yaş bizə kömək edir, Bakı, Neftçala, Salyan, Lənkəra. Dərman ləvazimatına görə yoxsa? Yox, maşınlara görə. Maşınlara görə. Bəs bu qan məsələsi necədir? Bizdə qan əvəzici var, bizdə burada ehtiyac yoxdur. Nə bir şey maraqlandırır? Bax, bizdə demək əsas cəbhiyyə çox yardım məsələsi.
yardım edeceğim. Bir de ki sizdə bu tibb işçiləri çatırmı? Yəni həkimlər mən görürəm ki, burada metroda müəyyən dərəcədə var. Yəni ön xəttə yaraların çıxardılması da kifayət qədər varmı? Yəni bu çatırmı bu? Döyüş gedən, hər anda döyüş olanda yaraların oradan çıxardılması. Bu, orada ilk olaraq tibbi yardım göstərməsi necə təşkil olunur? Necə lazımdır? Yəni çatırmı? Bəli, hər şey çatır. Hətta həkimlərin burada ezamiyyətə gəlməyə növbəyə düzülürlər. Amma istəyir burada gəlir. Burada kömək edir. Çox sağ olun. Çok sağ olun. Şahı sen götür. Соседи ваши. Кто не знает, генерал Мамедов. Может, не называем генерал Мамедов. Мы тоже ваш генерал. Всегда. Я поеду. Хорошо. Спасибо, что вы поздравили. С вашей стороны. Будем говорить. Sağ olun. Sağ olun. Siz bize yaşlarınızı sağlamışsınız. Yarın boyda kiminle bir şey yapmışsınız. Aziz Çavuz Qəbirstanlığının işçiləri bile burada. İkinci eşalonda dururlar da bu yolda. Biz onu biliyoruz. Yok. Sabuçuna. Episonda gidiyor. Ne dediler ya? Şuna atlar ya. Eğer size böyle bir imkan verirsiniz ki bütün Novruz bayramı münasebetiyle